dendi. Bütün medyalar bunu paylaştı. Gelin bir okuyalım. Özünü bloger, bu neydi? Bloger, özünü bloger, bu neydi? Özünü bloger, bulun bir. Özünü bloger Qabil Məmmədovun qohumu, özünü bloger Qabil Məmmədovun qohumu kimi təqdim edib, bir neçə şəxsi sosial mediada rüsvay edəcəyi ilə təhdid edən Gönçə Məmmədova azadlıqdan 6 il məhrum edildi. Qabil Məmmədov bildirib ki, onun Gönçə Məmmədova adlı qohumu yoxdur. Baxın, bununla silkələndi ölkə. İndi gəlin mən aydınlıq verim. Görün mənim burada günahım varmı, yoxdurmu? Gönçə Məmmədova minlərlə şəxs kimi mənimlə salam məlökə elədi telefonda. Salam məlökə eləyən birisi idi. Hətta bir neçə dəfə siyasi məhbuslara kömək lazım olanda birbaşa ərzaqa qədər, malicə puluna qədər, dərmanına qədər Gönçə Məmmədova mən bir neçə adamı yönləndirirdim. Pul versin, kömək eləsin, dərman aldırsın. Neçə dənə cəbhəçiləri var ki, Gönçə Məmmədova onların ailələrinə kömək eləyib, onların dərmanını alıbdı, türməyə, həbsxanaya göndəribdi. Onların, necə deyərlər, türməyə ərzaq göndəribdi. Hətta özü aparıbdı. Deyələm, Gönçə Məmmədovanın bir neçə və siyasi məhbuslara belə kömək elədiyini gördüm. Aktiv izləyicim kimi çox istəyirdim. Bir gün Gönçə Məmmədova dedi, yayımına qoşulacağım, mənim problemim var. Dedim, mənim yayımım hamının üzünə açıqdır. Hər kəs mənim yayımıma qoşula bilər. Gönçə Məmmədova çıxdı, hər kəs kimi mənim efirimə. Dedi ki, Müşfiqabad qəsəbəsinin məktəb direktorunun bacısı, adınla dedi, adı yadımdan çıxıb. Bacısı məni ilə şərihli lambard açmaq üçün, lambard, məndən pul danışıq elədik, pul qoydum şərihli lambard açmaq üçün. Bu adam mənim şərihli lambard açacağımız pul ilə 20 min qoyub, 18 mindir, bilmirəm. Tərinə iri summadır, hərsə 10-20 min civarındadır belə. Şərihli lambard açacağım, indi ilkin olaraq bu pulu veribdi. Sonra dalı gələsiymişlər, bina tutasıymışlar, ofis tutasıymışlar, lambard, sənədləşmə işi olasıymış. Şərihli lambard açacaq olan o xanım, yəni Müşfiqabad qəsəbəsinin direktorunun qardaşı, bilmirəm, Qarabağ zonasındandır, ya Füzulidəndir, ya Qubadlıdandır. Bu pulları götürərək xaricdə istirahət eləyib, o şəkilləri də mənə atdı ki, bu xaricdə istirahət eləyir, mənim pullarımı yeyir, lambard zad yoxdur, mənim pulumu da qaytarmır. Və çıxdı efirdə, dedi ki, bu adamın məndə səs yazıları var, görüntüləri var, xaricdə videoları var. Bu adam mənim pulumu yedi, mənim pulumu attı, lambardaşmadı. Və bu efirdə Gönçə Məmmədova dəfələrlə dedi, yəni eyni efirdə, bir dəfə qoşulub da, dəfələrlə dedi, həmən qoşulan zaman, dəfələrlə polis rəisinə müraciət eləmişəm, dəfələrlə prokuraturaya müraciət eləmişəm. Heç kim tədbir görmür, ona görə ki, həmən o Müşfiqabad məktəbinin direktorunun bacısı, həmən Gönçə Məmmədovaya pul atan o məxluq Yasamal prokurorunun sevgilisidir. Oraya Yasamala baxır. Yasamal prokurorunla südləşən adamdır, dindin eləyir, sevişir. Prokuror. İndi görün nə oldu burada? Gönçə Məmmədova harda padudar qaldı? Harda? Gönçə Məmmədova mənim efirimə qoşulduğunu görərək, Qabilin efirinə qoşulduğunu görərək, prokurorun da sevgilisi olaraq, məktəb direktorunun adını bilmədiyim o lambard açan bacısı birbaşa prokurorun yanına getdi. Qabildən əlbirdir bu. Qabilin qohumudur. Bunun da familiyası Məmmədovdur. Mənim də familiyam Məmmədovdur. Dəlixana deyir. Azərbaycan yarısı Məmmədovdur. Hər nəysə. Bunun da familiyası Məmmədovdur. Qabilin də. Qabilin efirində idi. Qabilin efirində olubdu.
Qabilin adamıdır, Qabilin qohumudur. Dərhal prokuratura sanksiya verir, gəlir evini. Özü də faiz verən adam idi. Gönçə Məmmədov faiz verən adam idi. Faiz verən adam idi. Dərhal prokuratura sanksiya verir. Gəlirlər, evini şümon eləyirlər. Deməli, 4-5 kilogram faizə qoyulan qızıl çıxır evindən. 4-5 kilogram qızıl çıxır. 4 ədəd ev faizə qoyulub, ev götürüb deyə, evin sənədini qoyub pul götürüb də. 4 dənə evin sənədi çıxıbdır. 60-70 min euro civarında pul olubdur. 90 min yəni dollar civarında. 60-70 min dollar və 90 min manat civarında pul çıxıb. Hələ mən burada efir açdım. Dedim, ay Gönçə Məmmədova, neçə vaxtı bərbar bağırıram ki, 200 manat lazımdır. Sənin evində 150-200 min pul ola. Mənə niyə kömək eləməmsən? Axırıncı dəfə o adam 1 il idi mənə kömək eləmirdi. İmkanım yoxdur, vəziyyətim ağırdır deyirdi. Baxın ha, imkanım yoxdur, vəziyyətim ağırdır deyirdi. 1 il idi mənə kömək eləmirdi. Yəni mən deyəndə siyasi məhbusları nəzərdə turanda, mən yəni yönləndirdiyim siyasi məhbuslara kömək eləmirdi. Deyirdi, vəziyyətim ağırdır, ziyandayam. Üstəlik, Gönçə Məmmədovanı satan kim oldu? Onu da deyirəm sizə. Gönçə Məmmədovanın vəkili var idi, qadın vəkili. Gönçə Məmmədova xarici ölkədən ev almaq istəyirəm deyə vəkildən söhbət eləmişdi. Və bilirsiniz, vəkillərin hamısı prokuraturanın sukasıdır, hökumətin tulasıdır və prokuratura sırası adamın vəkilinə çıxır. Vəkil də hər şeyi qoyur o ucuna, nə qədər pulu var, nə qədər qızılı var, xaricdən ev almaq istəyir, nə bilim nədir və sanksiya verirlər, gəlirlər, hər şeyini tuturlar, aparırlar. Qardaş, mənim efirimə hər kəs qoşula bilər. Hər kəs kimdənsə hayıflıdırsa, onu bu efirdə deyə bilər. Hər kəs kimisə lap belə götürəndə təhdid eləyə bilər. Məsələn, mənim pulumu verməsən prezidentin yanına gedəcəm. Mənim pulumu verməsən sənlə mənim aramda olan səs yazısını qoyacağam. Sənin xaricdə mənim pulumla istirahət etdiyin görüntüləri efirə qoyacağam. Qardaş, bunu hər kəs eləyə bilər. Burada mənim suçum nə? Fatma Gülün deyir o suçu nə? Bax, mənim suçum nədir burada? Gönçə Məmmədova çox şərəfli bir insandır. Gönçə Məmmədovanın qızı da indi fəal siyasətçidir. Gönçə Məmmədovanın qızı fəal siyasətçidir. Onun yeznəsi polis idi, hökumət onun ailəsini dağıtdı. Və Gönçə Məmmədova siyasi məhbusdur. Sabah onun hər şeyi geri qaytarılacaq və artıqlamasıyla ona dövlət qayğısı olacaq. Çünki o, onlarla siyasi məhbusa yardım eləyib, ailəsinə və özünə və bugün onun bədəlini çəkir. Bugün Gönçə Məmmədova kimisə təhdid eləmək yox, yazığın halal puluna çöküblər. Hə, deyəcəksiniz faiz vermək suçdur. Dünya aləm faiz verir. Üstəlik də faiz verənlər hamısı polisə hesab verir. Bildinizmi? Bildiniz. Gönçə Məmmədova da onlardan biri idi. Sadəcə Gönçə Məmmədova şərəfli insan idi. O siyasi məhbuslara yardım edir. Ona bugün 6 il iş verdilər. Heç o 6 ay türmədə qalmayacaq. İlham Əliyevin heç 6 ay canı qalmayıb. Amma Gönçə Məmmədova şərəfli bir insan kimi tarix yazdı. Bəli, dəyərli vətəndaşlar. İndi ola bilər Gönçə Məmmədovanın türmədə onun adından mı, ya bir tabletka atarlar, onu danışdırarlar mənim əleyhimə, danışdırarlar. Danışdırsınlar. Zaten Niyaməddin Əhmədov dedi ki, bir dənə Əli Kərimli yazdan yerə qol çəkmədim. Dedi ki, bir dənə Əli Kərimli suallarına cavab vermədim. Qalan hamı üçün hər şeyi nə yazdılarsa onu dedim. Ey Qabilə deyin məndən inciməsin. Dedim, eyvallah. Yaxşı elədim. Dəyərli vətəndaşlar, bu Gönçə Məmmədova söhbəti, bu sənəd 2 dəfə Almaniyaya gəldi. Bu sənəd başqa sənədlərlə bir yerdə 2 dəfə Almaniya. Birinci ayrıca gəldi. Sırası tez bazar ayrıca gəldi. Dalından da 24 maddəyə 2 maddədə artırıldı. 26 maddə ilə 16 il həbs cəzasında Gönçə Məmmədovaya ayrıca yer ayırdılar. Almaniyanın kansleri çox hörmətli, dəyərli Friedrich Merz xüsusi göstəriş verdi. Almaniyada komissiya yaradıldı. Bunların hamısını bir-bir incələdi. Əlbəttə ki, səfirliklərlə xarici kəşfiyyatdan əlaqəli şəkildə. Mənim haqlı olduğum ortaya qoyuldu. Mənim suçsuz olduğum ortaya qoyuldu və İlham Əliyevin sənədləri təpəsinə çırpıldı.